Ömrü Sultani kimi tanınan bloger Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur. Sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub. Ötən gün onun əməliyyat edildiyi və vəziyyətinin ağırlaşaraq komaya düşdüyü qeyd edilib. Lakin bugün sosial şəbəkədə edilən paylaşımlarda onun EG hospitalda vəfat etdiyi iddia olunub. Məlumatı dəqiqləşdirmək üçün klinikanın nömrələri ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.